Salam aleykum değerli izləyicilər. Sizə gözəl bir bağ, fındıq bağını təqdim etmək istəyirəm. Burada biz fındıq bağının təqdimatına başlayacaq inşallah. Gördüyünüz bu yol həmən haqqında danışdığım fındıq bağı olan yerə gəlir. Deməli, fındıq bağı Balakən rayonunun Körtala kəndində yerləşir. Gözəl bir kənddir. Yəni torpağı da münbit, gözəl torpağı olan bir yerdir. Gördüyünüz bu darvazalardan birbaşa həmən fındıq bağı olan yerə gedir yol. Gördüyünüz bu yol da həmən fındıq bağına gəlir. Deməli, fındıq bağının yerləşdiyi sahə Körtala kəndinin mərkəzindən birbaşa Peçəqar tərəfə asfalt yoldan gəlir. Deməli, mərkəzdən, Körtalanın mərkəzindən 700 metrə məsafə var bura dönənə kimi. Və buradan 700 metradan 100 metrə, 200 metrə irəli Qruntovka yola girməyə düşürük. Belə bir yerdə gözəl bir bağ yerləşir. Gördüyünüz bu yol bağın özünə gedən yoldur. Gözəl bir yerdə yerləşir, qəşəng, gözəl bağdır. Sahəsi 60 sotdur. Belə yerdə gözəl bir bağa sahib olmaq istəyən hər kəs əlaqə saxlayıb ətraflı məlumat ala bilər. İrəliləyin dəqiqələrdə mən sizə torpağın, bağın təqdimatını edəcəyəm. Gördüyünüz haqqında danışdığım bağ buradır. Belə bir bağ satışa çıxarılıb Balakən rayonu Körtala kəndində. Körtalanın mərkəzinə buradan 1 kilometr belə məsafə var. Gözəl bir yerdə yerləşir. Kənd cəmaatının dediyinə görə də bura çox münbit torpaqları olan bir yerdir. Bu bağın sahəsi 60 sotdur. Eni 65, uzunu 80 metrə belə təxmini deyirlər. Ağac sayı burada 50, 60, 70 ağaca yaxın belə ağac sayı var. Sahibinin dediyinə görə 800 kilo, 1 ton buradan məhsul götürmək mümkündür. Kupçalıdır, birbaşa notariat kontorunda gedib ada keçirmək mümkündür bir gün ərzində. Deməli, belə bir bağa sahib olmaq istəyən bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Belə bir bağa sahib ola bilər. Dəyərli izləyicilər, dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.